Bismillahirrahmanirrahim. Allahın salamı olsun siz əziz və dəyərli möminlərin üzərinə. Əziz möminlər, bu günləri sizin nəzərinizə bir şər'i məsələ çatdırmaq istəyirəm. Bu şər'i məsələ görünür cəmiyyətdə düzgün başa düşülməyib, düzgün izah olunmayıb. Çox təəssüflər olsun ki, bu məsələyə də yanaşan insanlar inancı, imanı və dini məlumatı, təhsili olmayan insanlardır. Bu şər'i məsələ hicabla bağlıdır. Hicab sözünün mənası ərəb dilində örtünmək, bağlamaq, gizlətmək. Yəni bu mənalarda işlənilir və Qur'an-ı Kərimdə də bununla bağlı 2 ayə nazil olubdur. Mən istərdim diqqət eləyəsiniz, hicabın şər'i hökmünü sizin nəzərinizə çatdırım. Hicab xanım üçün, qadın üçün özü özlüyündə vacib deyil. Hicab geyinmək, yəni hicab geyinmək deyəndə örtünmək. Burada təkcə baş getmir. Bədən üzvlərini naməhrəmdən, yad kişidən gizlətmək. Çünki hicabın mənası dedik nədir? Gizlətmək, qorumaq, örtmək. Hicab xanıma özü özlüyündə vacib deyil. O xanım ki, həddi buluğa yetib, yəni şər'i həddi buluqdan gedir də, məsələ 9 yaşını ki, tamam elədi xanım, bu xanıma 2 yerdə hicab taxmaq vacibdir. 2 yerdə. Digər yerlərdə vacib deyil. Özü özlüyündə xanıma hicab taxmaq vacib deyil. Özü özlüyündə hicab taxmaq vacib deyil nə deməkdir? Yəni hicab taxmaq deyəndə, yəni hicablı olmaq, örtünmək vacib deyil. İndi bir xanım da əyləşib evdə, övladlarıdır, atasıdır, qardaşıdır, həyat yoldaşıdır. Ona vacib deyil ki, bu hicablı olsun, örtünüklü olsun. Vacib deyil. Yalnız 2 halda qadına, xanıma hicablı olmaq vacibdir. Bir, namaz halında, istər onu naməhrəm görə ya görməyə, fərqi yoxdur. Namaz halında xanıma hicablı olmaq, örtünmək vacibdir. Biləklərə qədər qollarını, yəni əl istisna, bir topuğa qədər bədənin ayaq hissəsi və bir də üz istisna ki, üzdə hara sayılır? Tükün çıxdığı, bitdiyi yerdən, yəni alnının yuxarısından çəniyə qədər. Bu yerlər açıq qalmaq digər yerləri namaz halında bağlayacaqdır. İndi namaz halında istər bunu naməhrəm görə ya görməyə, fərqi yoxdur. Namazda örtünməsi, hicablı olması, bədənini, başını, boynunu örtməsi xanıma vacibdir. Namazı ki bitirdi, namaz bitirəndən sonra onu bir yad kişi görmürsə, naməhrəmin müqabilində çıxıb özünü göstərmirsə, özü özlüyündə qadına hicab taxmaq vacib deyil. Bir namaz halında vacibdir, bir də onu naməhrəm kişi görərsə, misal deyək bir küçüyə çıxarsa, bir yerdə işləyir, misal üçün müəllimədir, məktəbə gedir və yaxud da hər hansısa bir sahədə çalışan bir xanımdır, bilir ki, küçüyə çıxdığı təqdirdə onun bədənini görərlər yad kişilər və günaha düşərlər. Onun özünün də abrı gedər, başqalarının da günaha belə deyək çəkmiş olar. Bu halda xanıma hicab taxmağı, yəni örtünməsi vacibdir. Amma bu 2 hal ki baş verməyib, küçüyə çıxmayıb, onu naməhrəm görməyib və namaz halında da deyilsə, özü özlüyündə xanıma hicab taxmaq vacib deyil. İndi evindədir, hətta şəriətimiz, dinimiz buyurur ki, öz həyat yoldaşının müqabilində, yanında olarkən qadın daha çox açıq-saçıq olmalıdır, daha çox bəzənməlidir öz həyat yoldaşı üçün. İndi bunu yanlış başa düşüblər. Biri deyir ki, mən hicaba girəcəyəm, hicab nəzir deyil, əhd deyil. Biri deyir, mən kəlağayı ilə bunu eləyəcəyəm, biri deyir, İrandan gedib libas alacağam. Biri deyir, yox, mən Türkiyənin libasını alıb hicaba girəcəyəm. Yəni, bu yanlış düşüncədir, yanlış yanaşmadır. Hicab xanıma özü özlüyündə vacib deyil, yalnız 2 halda vacibdir. Onun biri
naməhrəmin müqabilinə çıxarsa, o halda vacibdir. İndi bir naməhrəm də çağırır ev sahibini, misal deyək, xanımın həyat yoldaşını. Xanım da istəmir hicab örtünə. Çıxmasın, görsənməsin, bir səslə, bir işarə ilə, bir uşaqla hər bir vasitə ilə ki, özün göstərməsin. Özün göstərməyəcək təqdirdə ona vacib olmayacaq ki, o örtünmüş halda geyinsin, hicablı olsun. Və yaxud da hicabı yoxdur, evdə bir üzr istəyirəm, bir adyalı var, bir plastina deyərik də, bir ağ var, parça var. Onu özünü onunla örtsə kifayətdir. Yəni çıxıb naməhrəmin müqabilində sözünü dedi, indi nə alırdı, nə satırdı, nə deyirdi, dedilər. Bu adam da naməhrəmə bu cür örtülü halda getdi. Sonradan gəldi, o parçasını, adyalını atdı bir kənara, evinin içərisində istədiyi libasla da gəzdi, fırlandı, yaşadı. Ona görə də deyirəm ki, bunu düzgün başa düşməyiblər. Güya bu xüsusi geyimlər gəlməlidir, qara olmalıdır, falan olmalıdır. İndi düzdür, burada qara geyim biraz başqa geyimlərdən xanımın örtünməsində diqqət cəlb etməmək üçün qaranı daha məsləhət bilirlər. Amma əlqərəz ki, bunu başa düşək ki, hicab nə deməkdir? Hicab deyəndə biz nə başa düşürük? Allahın hicab əmri nə deməkdir və necə icra olunmalıdır? Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.